İşə götürən hansı hallarda işçinin əmək haqqısından cərimə adı altında tutulma apara bilər? Təcrübədə bəzən belə bir situasiyalar baş verir ki, işçi hər hansı bir nöqsanına görə və ya işə bir yarım saat gec gəldiyinə görə işçinin maaşından kifayət qədər yüksək məbləğlər tutulurlar. Tamamilə qanuna ziddir. Buna səbəb Əmək Məcəlləsinin 186-cı maddəsidir. Əmək Məcəlləsinin 186-cı maddəsində qeyd olunub ki, işçidə əmək funksiyalarını yerinə yetirmərsə, kobud formada pozarsa, keyfiyyətsiz yerinə yetirərsə, müqavilə üzrə öhdəliklərini yerinə yetirmərsə, müəssisədaxili intizam qaydaları pozularsa, intizam tədbirləri məsuliyyətinə cəlb olunur. Bunlar hansılardır? Töhmət, şiddətli töhmət, kollektiv müqavilədə qeyd olunubsa əmək haqqısından 1/4 qədər tutulma və 70-ci C bəndi ilə işdən azad olunma. O müəssisədə ki, kollektiv müqavilə yoxdursa, onun əmək haqqısından həmin edilmiş pozuntulara görə cərimə adı altında kəsilə bilməz, cərimə oluna bilməz. Kollektiv müqavilə işə götürən və Həmkarlar İttifaqı və ya Həmkarlar İttifaqı yoxdursa əmək kollektivi arasında əmək sosial-iqtisadi münasibətləri tənzimləyən bir müqavilədir. Əmək müqaviləsindən əlavə bir müqavilədir. Həmin kollektiv müqavilədə qeyd olunan səbəblərə görə işçinin əmək haqqısından cərimə olunma bəndi yoxdursa, birmənalı formada onun bu sadaladığım səbəblərə görə əmək haqqısından tutulma aparıla bilməz, cərimə oluna bilməz. Amma təcrübədə bəzən rastlaşırıq ki, bayaq qeyd etdiyim kimi, işə yarım saat gec gəlir, işçinin maaşı tutaq ki 1000 manatdır, 200 manat tutulma aparırlar. Xeyr, bu tamamilə səhvdir. Çünki kollektiv müqavilə yoxdur əmək müəssisədə. Kollektiv müqavilə olarsa, bəli, əmək haqqısından 1/4 qədər tutulma, cərimə edilə bilər. Amma belə bir məsələ var. Bəs işçi yarım saat işə gec gələrsə, onun maaşından gec gəldiyi dövr, işləmədiyi dövrə mütənasib formada, proporsional formada azaldıla bilərmi? Bəli, bu tam qanuna uyğundur. Bu ikisinin ayırmaq lazımdır sərhədlərini. Yəni, işçi yarım saat işə gec gəlibsə, yarım saata düşən əmək haqqı hissəsi 20 manatdırsa və o 20 manat ayın sonu maaşından azaldılıbsa, bu tam qanuna uyğundur. Bu, faktiki əmək haqqının hesablanması qaydasıdır. Əmək Məcəlləsinin tələblərin qorunub saxlandığı bir normadır, prosesdir. Amma 20 manat olmasına baxmayaraq, yarım saatlıq yubanıbsa, proporsional formada 20 manatdırsa bunun ekvivalenti, amma onun qarşılığında maaşından 200 manat tutulma aparılırsa, tamamilə qanuna ziddir. Hətta 200 manat deyil, dediyim kimi, bayaqçı şərti rəqəm olaraq 20 manatdan 1 manat belə artıq tutulma aparıla bilməz. Qanunverici tam olaraq ziddir. Bu halda İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən əmək haqqının düzgün hesablanılmamasına və ödənilməməsinə görə 700 manatdan 1500 manat sanksiyadır, cərimədir. Yəni, xahiş edirəm, bu tutulma ilə faktiki işlədiyi saatlara görə maaşın hesablanma qaydası ilə cəriməni ayırmaq lazımdır. Cərimə o zaman edilə bilər ki, bir daha təkrarlayıram, 186-cı maddəyə əsasən kollektiv müqavilə vardırsa və maaşından 1/4 qədər tutulma qeyd olunubsa, əks təqdirdə həyata keçirmək olmaz.